Salam əziz dostlar, biz bugün kəlam dərsimizdir. Səhifə 29 teleoloji dəlilin sadə bəyanı haqqında danışacağıq. Teleoloji dəlil yəni nizam dəlili. Biz keçən səfər nizamın nə olduğu haqqında danışdıq. Bugün isə həmin dəlilin bəyanı haqqında qısa olaraq danışacağıq. Deməli, teleoloji dəlildə dəlil sadə şəkildə iki müqəddimədən ibarətdir. Və onlardan biri budur. Təbiət aləmi nizamlıdır. Biz görürük ki, təbiət aləmində nizam var. Ən azından balaca hissələrində də olsa belə nizam var. Bəziləri qəbul eləmirlər, ümumiyyətlə nizam var və yaxud yoxdur. Deyirlər ki, yoxdur, ümumiyyətlə nizam yoxdur təbiətdə. Biz deyirik ki, təbiət aləmi nizamlıdır. Günəş vaxtında çıxır, vaxtında batır, nə bilim, ay vaxtında çıxır, vaxtında batır, fəsillər o cürünə, güllər o cür, çiçəklər, hər mövsümün özünün öz meyvələri, tərəvəzləri və s. və ilə axır. Və ikinci də müqəddimə. Nizamlı olan hər bir şeyin şuurlu və tədbirli nizamlayıcısı vardır. Əgər orada nizam varsa, deməli orada nə var? Nizamlayıcı var. Hansı nizamlayıcı? O nizamlayıcı ki, onun şuuru var, onun tədbiri var. Məsələn, biz görürük ki, bir manga ya bir tağım gedir, addımlayır, əskər addımlayır. Baxıb görürük ki, onlar nizamlı addımlarla yeriyirlər. Əgər nizamlı addımlarla yeriyirlərsə, biz buradan onu dərhal başa düşürük ki, onların nizamlı addımlarla yeriməsinin səbəbi onlara həmin nizamı tərtib eləyən, həmin o komandanı verən bir komandir var onların böyründə. Bir çavuş var onların böyründə. Amma biz onu məsələn görmürük. Amma baxıb görürük ki, nizamlı addımlarla addımlayırlar. Belə olan surətdə həmin nizam bizə nəyi göstərir? Onun arxasında, o nizamın arxasında bir tədbirli, şuurlu bir nizam verən var. İkinci müqəddimə də budur. Üçüncü, nəticə nədir bəs? Deməli, təbiət aləminin şuurlu və tədbirli nizamlayıcısı var. Təbiət aləmi nizamlıdır? Nizamlıdır. Nizamlı hər bir şeyin arxasında şuurlu və tədbirli nizamlayıcı var ya yox? Bu da var, qəbul elədik. Deməli, təbiət aləmi ki, nizamlı idi və hər nizamın arxasında nizamlayıcı vardı. Onda təbiət aləmində nizamlı olduğu üçün onun arxasında da nə var? Nizamlayıcı var. Şuurludur özü də, tədbirli bir nizamlayıcı var. Deyir, qeyd etdiyimiz kimi, bu sübutun hər iki müqəddiməsinin izahı və ondan hansı nəticənin alınması barədə fikir ayrılıqları var. Alimlər fikir ayrılıqları eləyiblər hər iki müqəddimə barəsində. Bəziləri deyirlər, bunlar aksiom deyil. Aksiom olmadığı üçün də müqəddimə rol oynaya bilməzlər. Müqəddimə rolu oynaya bilmədikləri üçün də nəticə alına bilməz və s. müxtəlif fikirlər var. O fikirlərə girmək fikrimiz yoxdur. Burada məsələnin yalnız mövzumuza aid olan hissəsinə işarə eləyəcəyik gələn bəhsdə və bir-bir, yəni birinci müqəddimənin izahı, ikinci müqəddimənin izahı haqqında danışacağıq. Görək, düz müqəddimələrdir, yoxsa səhv müqəddimələrdir və ondan sonra düz olduğu təqdirdə nəticə də düz alınacaq. Sağ olun, bugünlük bu qədər.